Yeni bir gün və Cənub səfərinin ikinci vloqundan hər kəsə salam. Səhəri yağışlı sımaşdıq. Mən erkəncəm demişdim, yoldaşlar məndən də erkən oyanıb kəndin seyrinə çıxıblar. Kəndin gündəlik işləri şəhərlərin gözündə daim ecazkardır. Mənzərəyə baxmaq da ayrı bir zövq. Səhər yeməyini bax burada edəcəyik. Açıq havada, yağış səsi ilə. Evində qonaqladığımız Pərviz bəy də ocağa xar tutur ki, çaylarımız daim isti olsun. Süfrə qurulana, gənclər oyanana kimi biz də səhər idman eləyək dedik. Məşhur gimnastika təlimçimiz Vəfa xanım göstərdi, biz də etdik. Çay hazır, söhbətlər qızğın, qoxunu alanlar da ki qaça-qaça gəlir. Nə qoxusu? Onu da ev sahibi desin. Yani hal-hazırda elə birazdan pomidor çıxırtmamız hazır olur. Bu talış silində bişirilir ha. Əsl bizim mətbəximizdə. Bax bu biraz özel dad verəcək baxarsınız. Bax bu südü Samirə özü sağıb qrupa verdi. Dediyinə görə belədir, bilmirəm. Oh, yarasın. Sözün arasında ev sahibimiz şeir partlatdı. Ay pipi qan xurur, gözləri mərcan xurur. Sən nə tezdən durursan, 50 qram vurursan, vurmursan yatmağa, səni apararam satmağa. İsti çörəklərimiz pet üstündə, yumurta pomidor hazır. Bir sonraki səhnədə artıq yoxdur. Gənclər doydu. İndi isə rəqs Performans başlayır. gənclər, performans. Məndən soruşsanız ki, Elbrus, necədir səyahət? Demərəm, göstərərəm. Arada yarpızlı çay içib şirniyyat nuş etdik. Vaxt itirmədən masanı təmizləyib oyunlara başladıq. Trend çəkilişləri edib yola düzəldik. Yolda yoldaşlarla intervyu etdik. Təfərrüatlarınız olmaq istəyirik. Təfərrüat indi burada. İndi burada təfərrüat, nə təfərrüat? Yol gedirik bəxtəvər. Xanım itdən qaçmağa çalışır, Kakoy. kameradan yox. Buralarda it var. Bazı Elbrus Bey şəxsən özü hər vaxtınız xeyirli olsun. Siz kimsiniz xanım? Belə yoldan keçirdim, tutdunuz da elə efirə düşdüm. Maşına mindik, maşından düşdük. Budur, Lənkəranda Citrus Valley-dəyik. Bu gün naharımızı Rəftarə xanımın mətbəxində edəcəyik. Süfrə açılana kimi əraziyə dağılıb kal kiviləri aşırdıq. Oyun oynadıq, bolluca çəkilişlər elədik. Yeməyə keçib naharımızı nuş elədik. Nəhayət yola çıxıb 2 günlük turun sonuna gəlirik. Sən də bizimlə bu kimi səfərlərə qatılmaq istəyirsənsə, Couchsurfing komandasına qoşul. Növbəti səfərdə səni də görmək ümidi ilə. Hələlik!